Ben evin üstü monolit beton. Aşağıdan artık qaralma, ne bileyim, işlenme prosesi gelip artık böyle değil de təmirə ihtiyacı qalır. Onu o betonun üstünden ne məsləhət bilərsiniz? Ona silikat kimi verip o qaralmanın qarşısını almağa. İşte soyuqdan kondensasiya olur, belə bir vəziyyət yaranır. Betonlarda bu indi bəzən sosial şəbəkələrdə yazırlar ki, beton oldusa izolyasiyaya ehtiyac yoxdur, amma elə sizin vasitəniz nə zamansa maarifləndirib deyir ki, beton olmur, nə olur olsun. İzolyasiyanın funksiyası başqadır, betonun funksiyası başqadır. Yəni siz yox ki, soyuqlar başlayandan artıq siz bəlkə də onun da adamsınız ki, zəng edirsiniz ki, bəs kapının altı qaralır. Bəli, qaralacaq. Çünki orada beton çöldən soyuğu çəkir özünə, içəridən onu isti deyən kimi başlayır, içəri tərəfdən başlayır göbələk verməyə. Bəli, eyni. Bəli, izolyasiya olmadıqda bu kimi hallar mütləq qaydada baş verəcək. Gördüyünüz kimi beton olan damda izolyasiya işlərimiz davam edir. Bəzən deyirlər ki, beton isti soyuq saxlayır. Biz də deyirik ki, beton isti soyuq saxlamır. Bizim səhifəmizə baxsaq görərsiniz ki, artıq bu neçənci müştəridir ki, betonun qışda soyuq, yayda isti olmağından şikayət edir. Gördüyünüz kimi bax bu hissələr düzdür, tavanı. Yəni biz əslində nəzərimizə görə aşağıda birbaşa betona vurublar şpaplovkanı və beton yuxarı çox soyuq olur və gizlin rigerləri də yuxarı veriblər. İndi bunların hamısı bizim tərəfimizdən izolyasiya olunacaq. Gördüyünüz kimi hissələr də xüsusi olaraq izolyasiya olunur. Ondan sonra isə bax bu aralar izolyasiya olunur. Hörmətli izləyicilərim, nəzərinizdə olsun ki, beton heç zaman isti soyuq saxlama gücündə deyil. Müəyyən qədər saxlaya bilər. Amma yayda krişanın istisi ki, betonu qızdırdı, soyuq qutardı getdi. Beton qızdısa, gecə saat 3-də 4-də soyuyacaq. Tavanı beton olan evlər daha çox isti olur yayda. Qışda da daha çox soyuq olur. Taxtaya nisbətən. Çünki taxta ümumilikdə həm zəif qızır, həm də tez soyuyur. İkinci bir məsələ. İkinci məsələ bundan ibarətdir ki, kimsə deyirsə ki, beton isti soyuq əmsalına malikdir və götürüb yuxarı mərtəbəyə birbaşa beton verirlər. Sonra da o isti soyuğu çatdıra bilmir. Amma mən təklif eləyərdim ki, yeni ev tikən izləyicilərimizə və müştərilərimizə ki, axırıncı mərtəbəni taxt etsinlər və izolyasiya etsinlər. Fərq eləməz, istər mineral yunu, daş yunu, istərsə də poliuretan köpük izolyasiya. Çünki axırıncı mərtəbənin beton olmasına heç bir ehtiyac yoxdur. Kimsə möhkəmlik standartlarını qoruya bilirsə, o başqa məsələ. Kəmərə də verə bilər. Yəni buna verilən gücü kəmərə də verə bilər. Yox, əgər möhkəmlik standartları ilə yanaşı izolyasiya proseduru da kimsə narahat eləyirsə, o zaman yaxşı olar ki, axırıncı mərtəbəni taxt eləyib və izolyasiya mərhələsinə xüsusi diqqət etsin. Yəni o betonun müəyyən qədər pulunu versin izolyasiya mərhələsinə. Həm isti soyuğu qorumuş olacaq, həm də ki xüsusi sərt küy narahatlıq yaratmayacaq və digər səbəblər də var. O səbəblər haqqında da növbəti videolarımızda sizə ətraflı məlumat verəcək.